Demək ki, bütün idman növlərinin öz spesifik xüsusiyyətləri var. Yəni, o cümlədən də voleybolun dünyada və Azərbaycanda çox böyük yeri var və bütün dünya üzərində voleybola olan maraq çox yüksək dərəcədədir. Çünki bunun gözəlliyi ondadır ki, voleybol idman növünün yaşından, cinsindən, irqindən asılı olmayaraq bütün insanlar oynayırlar. Yəni, yaşlı insanlar da deyək, boş vaxtlarda voleybol oynayırlar. Yəni, ona görə ki, voleybol idman növü tək mənim ixtisasım olduğuna görə demirəm. Bunu bütün dünya aləmində olan idmancılar da deyirlər. Çünki burada voleybol idman növündə zədələnmə çox təsadüf hallarda olur. Əsasən də yaşlı adamlar oynayanda. Çünki hər komandalar 2 yerə bölünür. Deyək, hər komanda 6 nəfər, hərə öz meydanında oynayır. Yəni, heç bir oyuncular bir-birlərinə qarşı deyək ki, təmasda olmurlar. Torun hər öz tərəfində öz oyun qabiliyyətini və bacarığını göstərir. Yəni, burada heç bir zədə almağa, ancaq o vaxt zədə almaq olar ki, hər bir idmancı, hər bir voleybolçunun özünün deyək ki, balaca səhlənkarlığı mı deyim, ya özünün ehtiyatsızlığı nəticəsində deyək ki, ayaqlarda, oynaqlarda zədə almaq olar. İndi keçək əsas məsələyə, voleybol oyunu idman oyunlarının gözəl növlərindən biridir. Demək, voleybolun vətəni Amerika Birləşmiş Ştatlarında voleybol 1895-ci ildə yaranıb. Həmin Amerikada kollec müəllimi William Morgan, yəni bu idman növünü yaradıbdır. Yəni, əvvəllər demək, bunlar tor üzərindən basketbol topundan sonra deyək ki, bəzi tenis toplarını atıb oynayıb. Sonra tədricən bunları tutub atmaq, yəni basketbolda digər dövrdə atıb. Bunlar bir növü fikirləşib ki, bunu dayanmadan bir-birlərini ötürmək. Bu da demək, voleybolda mümkün olar, dayanmadan topu rəqib tərəfə ötürmək və voleybol idman növü yaradılır. Bu sözün mənası İngilis sözdüdür, yəni uçan top deməkdir. Aydın məsələ top havadadır, elə sözünə görə də uyğun gəlir, demək uçan top deməkdir. İngilis sözü olub. Voley uçan, bolda top deməkdir. Demək, İngilis sözünün olub, uçan top deməkdir. Demək, William Morgan tərəfindən voleybol yaranır və 1895-ci ildə demək, oyun şöhrət qazanır və tez bir müddətdə Avropa ölkələrinə yayılır. Demək, yayılır. Bu, şübhəsiz ki, voleybol inkişaf etdikcə oyun qaydalarında yeniliklər əmələ gəlir və yeniliklər olduqca da demək, oyun qaydalarında dəyişiklik etmək vacib olur. 1918-ci ildə ilk dəfə komandanın əsas heyəti yaradılır. Yəni, komandada 6 nəfər oynamaq qərarı alınır. Ona qədər isə əvvəllər demək, meydancada nə qədər oyuncu sığışırdı da girib oynayırdılar. Yəni, heç bir qayda qanuna riayət etmədən, yəni bizim belə sadə dildə top yerə düşənə qədər hansısa meydancada qədər oynayırdılar. Demək, 18-ci ildən sonra isə komandada o 6 nəfər oyunçunun olmağı ilə qayda qanun yaradılır. 22-ci ildən isə ancaq topa 3 dəfə toxunmağa icazə verilir. Ona qədər isə istənilən oyuncu, istənilən komanda oyuncuları nə qədər istədilər topa toxunurdular. Yəni, top yerə düşənə qədər oynayırdılar. Demək, topun oyuna daxil edilməsidir, topun qəbuludur. Burada heç bir səhvlər nəzərə alınmırdı. Demək, topu oyuna daxil edən oyuncu, demək, əgər top oyuna daxil ediləndə səhvli edirsə, bir də onu təkrar edirdi. İndiki böyük voleybolla müqayisə edəndə tam gör nə qədər fərq yaranıbdır ki, indi topu, demək, rəqib komandaya tərəfinə topu oyuna daxil edirsə, top, deyək ki, meydançadan kənara düşürsə və tora dəyib, qayıdıb, topu oyuna daxil edən komandanın meydançasına düşürsə, demək, top rəqib komandaya verilir və rəqib komandaya bir xal yazılır. Demək, 30-cu illərdə blok meydana gəldi, yəni ona qədər rəqib hücum eləyirdi, onun qarşısına heç bir müdaxilə eləmək olmazdı, yəni qaydadır. 30-cu illərdən isə blok meydana gəldi və topu rəqib komandanın hücumunun qarşısını almaq üçün blokdan istifadə etdilər.
Yəni blok rəqib komandanın hücumunun qarşısını almaqda əsas rol oynayır. İlk dəfə demək texniki komissiya yaradılıb. Bu 1932-ci il, 36-cı ildə Berlin, Almaniyada keçirilir. 11-ci Olimpiya oyunu haqqında voleybol üzrə texniki komissiya yaradılır. Komissiyada 13 Avropa, 5 13 Avropa, 5 Amerika, 4 Asiya ölkələri daxil edilir və aşağıdakı bəndlər qəbul olunur. Fut ölçüsündən metr ölçüsünə keçirdilər. Yəni o vaxt deyək ki, voleybol meydansasının o vaxt oynayanda müxtəlif ölçülərdə olubdu. Deyək ki, 15-8-ə müxtəlif ölçü. İndi isə yəni 18 metr uzunu, eni 9 metr demək ölçüdə voleybol oynanılır. Bu 1917-ci ildən qəbul olunur və bu günə qədər də həmin demək ölçüdə, həmin meydançada voleybol yarışları keçirilir. Belə çıxır. Yəni mənim fikrimcə, mən istəyirəm fikrimi çatdıram sizə, demək görün nə qədər yüksək dərəcədə o ölçüləri ölçüblər, dəqiqləşdiriblər ki, 1917-ci ildən bu günə qədər 2026-cı ilə qədər deyək ki, bütün dünya voleybolu 18 metr, 18-9-a vurulmuş meydansada keçirilir. Yəni heç bir meydansanın dəyişikliyi olmur. Yəni nə meydansanın eni, nə uzunluğunda heç bir yenilik yoxdur. Çox güman ki, bu yenilik olsa, mənə elə gəlir voleybola olan maraq və voleybolun belə bir incəliyinə xəlal gətirilmiş olar. Demək ki, həmin illərdən sonra demək blok quran oyuncular blok qaydadan sonra topu ikinci dəfə toxunmağına icazə verilir. Yəni həmin illərdə. Sonra blok qoyan oyuncu topu rəqib tərəfə keçirilib, yəni topa birinci toxunmamaq şərti ilə rəqib tərəfdə və hücum edəndən sonra topu o tərəfdə blok eləyə bilər və həmin ildən qadınlar üçün torun hündürlüyü 2 metr 24 santimetr olub, kişilər üçün isə 2 metr 43 santimetrdir. Bu günə qədər də həmin demək ölçülər də nə davam eləyir. Bir də əvvəlki sözümə qayıdıram, görün nə qədər yüksək dərəcə bu ölçülərə qiymət verilibdir. 2 metr 43 santimetr bu günə qədər də kişilər arasında, oğlanlar arasında oynanılır. Qadınlar arasında zərif cinsi nümayəndələri üçün isə 2 metr 24 santimetr boyunda hündürlükdə voleybol yarışı oynanılır. Demək, 1947-ci ildə Parisdə voleybol üzrə birinci konqres keçirilir və Beynəlxalq Voleybol Federasiyası yaranır. Demək, Beynəlxalq Voleybol Federasiyasının yaranma tarixi 1948-ci ildədir. Beynəlxalq Voleybol yarandığı həmin ildə voleybolu tarixində ilk dəfə Avropa birinciliyi kişilər arasında Roma şəhərində keçirilir. Çexoslovakiya komandası birinci yerə çıxır. Bu təsadüf edir 1947-ci ildə. Sonra həmin ildən 49-cu ildən qrup halında blok qurmağa icazə verilir. Yəni əvvəllər demək bu 49-cu ilə qədər voleybol oyununda blok qurmaq üçün mütləq və mütləq tək oyuncu blok verirdi. Demək 4-cü zonadan, 3-cü zonadan hücum qarşısını almaq üçün. 49-cu ildən sonra qrup halında blok qurmağa icazə verirlər. Yəni bu da deməkdir ki, demək ön zonada oynayan 3 oyuncu, yəni söhbət gedir 4-cü, 3-cü, 2-ci zonanın oyuncuları hər üçü tullanıb blok verə bilər. Yəni arxa zonanın oyuncuları blok qoymaq olaraq qadağandır və gəlib əgər blokda iştirak edirsə, hakim tərəfindən oyun saxlanılır və rəqib komandaya xal verilir. Demək, həmin ildə bir dəqiqə olmaqla 3 dəfə fasilə götürməyə də icazə verildi. Yəni, voleybol inkişaf etdikcə onun qaydalarında yeniliklər meydana gəlir. Voleybol belə inkişafa doğru getdikcə, demək, birdən gözlənilmədən Yapon komandaları dünya meydansasına çıxmaq ilə, yəni onlarda topun oyuna daxil edilməsini edilən üçün çox sürətli və qüvvətli zərbələrdən istifadə edirdilər. Bu da rəqib komandanın topu qəbul edilməsində çox əziyyət olurdu. Yəni topun əksər qəbul ediləndə hakim tərəfindən saxlanılırdı. Demək, bunun üçün yeni bir, yəni topun
təmiz, səlqəli qəbul olunması üçün nə etmək lazımdır? Demək, belə mütəxəssislər fikirləşir ki, topun aşağıdan iki əllə qəbul olunması, demək, topun qəbulunda səhvi aradan çıxarda bilər. Demək, Yapon komandalarının meydançaya çıxmaları, demək, topun aşağıdan qəbul olunmasına şərait yaratdı. Hal-hazırda Beynəlxalq Voleybol Federasiyası himayəsində aşağıdakı rəsmi yarışlar keçirilir. Demək, rəsmi dünya çempionatı 4 ildən bir, dünya kuboku 2 ildən bir, Avropa çempionatı 2 ildən bir, eyni ilə bu cəslərdən ibarət komandalara da aiddir. Voleybol oyunu dünyanın əsas idman növlərindən biridir. Demək, bu 1983-cü Beynəlxalq Voleybol Federasiyası 146 ölkənin üzvü olması buna əyani sübutdur. Demək, biz balaca geniş dünya voleybolu haqqında məlumat verdim. İndi keçək bizim doğma Azərbaycanımızda voleybolun inkişaf tarixini nəzarət edək. Demək, Azərbaycanda voleybol ilk dəfə 1926-cı ildə, demək, Azərbaycanda voleybol tarixi 26-cı ilə təsadüf edir. Demək, 26-cı ildə voleybol oyununu Bakının parklarında, bu dəniz kənarı parklarda oynamağa başladı. Tədricən yavaş-yavaş Azərbaycanda da voleybol populyarlaşır və bu voleybola Azərbaycanda ilk dəfə dəmir yolçular oynayıb. Yəni, dəmir yol işçiləri, dəmir yolunda işləyən mütəxəssislər oynayıblar. Yəni, onlar dəmir yol, deyək ki, o vaxt indi idarəsi mi deyim, ya dəmir yol kontorunun həyətində kiçik meydança qurub oynayırmışlar. Digər qıraqdan keçən tamaşaçılar yerdə, əhalidə baxıb, onlar da voleybola qarşı maraq yanar. Demək, voleybolu ilk dəfə dəmir yolçular oynayıb. Azərbaycanda ilk dəfə voleybol 1928-ci ildə Zaqafqaziya Spartakadası adında keçirilir. Azərbaycanın kişilərdən ibarət dəmir yol komandası, demək, həmin yarışın qalibi olur. Getdikcə Azərbaycanda voleybol inkişaf etməyə başlayır, bütün rayonları da əhatə edir. O cümlədən Gəncə, Xanlar, Naxçıvan, bizim doğma diyarımız Naxçıvanda da voleybol inkişaf eləməyə başlayır və demək, yarışların təsnifatı, yarışların keçirilməsi və bir çox cəmiyyətlər yaranır və o cəmiyyətlərdə insanlar gedib məşq edib və voleybolun inkişafına şərait, voleybolun inkişafında böyük rol oynayırlar. Qısaca olaraq, mən voleybolun tarixi haqqında indiki müstəqillik dövründən sonra voleybolun nə qədər yüksək dərəcədə inkişaf etməyi bu göz qabağındadır. Mən desəm də belə, yəni bütün tamaşaçılar, televiziya izləyiciləri baxırlar. Azərbaycanda bizim çempionat kişilər və qadınlar arasında necə yüksək dərəcə keçirilir və bu voleybolun inkişafına və gələcəkdə Azərbaycanda milli komandanın yaranmasına böyük təkan verir. Demək, Azərbaycanda bir çox mütəxəssislər, yəni söhbət gedir bizdən yaxşı nəsildə. Məsələn, mən Şamil Şamxalovun adını çəkərəm ki, Şamil Şamxalov Azərbaycanda voleybolun himni bünövrəsi qoyulan bir insanlardan olubdur. Voleybol, demək, Şamil Şamxalovun əməyi nəticəsində dünya şöhrətli İnna Rıskal Şamil müəllimin yetirməsidir və o voleybolda keçmiş Sovetlər Birliyi dövründə komandanın ən aparıcı oyuncularından olub və 4 dəfə Olimpiya oyunun iştirakçısı, 2 qızıl, 2 gümüş medal alıb və deyək ki, dünyanın ən güclü voleybolçuları siyasında olubdur. Şamil Şamxalov, sonra Fazil Rızayev, Yaşar Abbasov, mənim ixtisas müəllimim olubdur, Ramiz Qismətov, bunlar hamısı Azərbaycan voleybolunda böyük əməkləri olubdular. 1957-ci ildə SSR Moskva şəhərində keçirilən SSR Kubokunda bizim Azərbaycan kişilərdən ibarət voleybol komandamız bütün komandaları təsəvvür eləyək ki, Ukrayna, Belarusya, Moskva kimi komandalara qalib gələrək Kuboku Bakıya gətirdilər. Son zamanlarda
yəni mənim çox hörmətlə yanaşdığım və bir vaxtda Bədən Tərbiyə Akademiyasında oxuduğumuz Faiq Qarayev və bir neçələrin adını çəkərəm. Faiq müəllimin adını ona görə mütləq çəkirəm ki, Azərbaycan voleybolunda Faiq müəllimin əməyi çox böyükdür. Faiq müəllimin demək məşqçiliyi sayəsində bizim Azərbaycan voleybolu Avropada demək dünya çempionatlarında iştirak etmək hüququ qazandılar. Buna görə də mən də bu çıxışımda bütün Azərbaycanda voleybolun inkişafında əməyi olan başda Faiq müəllim olmaq ilə bu çox təşəkkür edirəm. Bizim yəni Naxçıvan Dövlət Universitetində də voleybola maraq çox böyükdür və müntəzəm olaraq birinci və fakültələr arasında hər il biz yarışlar keçiririk. Orada güclü voleybolçuları seçib milli yığma komandanın məşqlərini təşkil edir. Yəni mən səmimi olaraq deyirəm ki, bizim Naxçıvan Dövlət Universitetində rəhbərlik tərəfindən voleybola böyük dəstək var. Voleybolu sevirlər və voleybola məşqinə böyük ürəklə gəlirlər və yarışlarda da bütün fakültələr iştirak edirlər və öz gözəl bacarıqlı oyunları ilə yarışı çox təmtəraqlı keçir. Deyə bilərəm ki, bizim fakültələr arasında keçirilən yarışlar İnanırsınız ki, Respublika yarışları səviyyəsində olur. Bütün fakültələrin və rəhbərliyin dəstəyi ilə yüksək dərəcədə voleybol yarışları keçirilir. Biz də Muxtar Respublikada demək voleybol yüksək dərəcədə inkişaf edir. Yəni gənclər, aşağı yaş qrupalarında olan uşaqlar demək voleybola böyük maraq göstərirlər. Yüksək dərəcədə voleybol məşqləri keçirilir. Zonanın arasında keçirilən Bakıda demək 16 yaşlılar arasında dəqiq deyə bilməm, bəlkə də 16 yaşlılar mən səhv eləmirəmsə bizim Naxçıvan komandası birinci yerə çıxıbdır. Naxçıvan Dövlət Universitetində də voleybola rəhbəri tərəfindən böyük dəstək var və voleybolu böyük yüksək dərəcədə bütün sevirlər və voleybolun kütləviyinə nail olmaq üçün hər il fakültələr arası yarış, bir də birinci kurslar arasında voleybol yarışı keçirilib. Bütün fakültələr və bütün tələbələr o yarışda çox ürəklə, səmimiyyətlə gəlib iştirak edirlər və mübarizə aparırlar. Yəni bu da voleybolun universitetə kütləviyinə nail olmaq deməkdir. Demək, il boyu məşq eləmək, deyək ki, Gerb idman zalında illərlə məşq eləmək, bir-iki yarış demək, o bütün il boyu məşqə bərabərdir. Demək, əsas idmançıların gücü və idmana olan hörmət yarışlarda bilinir.